Herkese salam, mən Röya. Bu mənim ikinci videomdur və ikinci videomda bugün sizlərlə birlikdə gedirik gəlinlik baxmağa. Mənim üçün yox, bacım üçün. Bacım nişanlıdır və bir neçə aydan sonra toy olacaq inşallah. Və indi bugün onun gəlinlik denəməsi deyək. Evet, ora baxmağa gedirik. Ona görə indi hazırlaşırıq və istədim ki, hazırlanma aşamasını və ondan sonra gəlinlik yoxlamasını falan videoya çəkim, vlog çəkim bugünü. Belə. Əvvəlcə üzümü toniklə silirəm tez-tez. Düzü çox da vaxtım yoxdur. Keçirəm nəmləndiriciyə. Arada bəzisiləri kəsirəm çünki çox uzun olur. Keçən dəfə o ilk videomda biraz təcrübəsizəm bu mövzularda çünki edit falan heç bacarmıram. Əvvəllərdən də onsuz da gündəlik həyatda videolar çəkib editləyən, kəsib mahnılı falan paylaşan biri heç olmamışam. Həmişə elə şeylərdə biraz tənbəl olmuşam. Ona görə mənə çox çətin gəldi video editləmək. İndi tonal krem, günəş kremi çəkəcəkdim, yadımdan çıxdı. Neysə, bəyə bunu silə bilmərəm. Və bu tərəfdə güzgü də yoxdur. Normalda mən burada eləyirəm şkafın qabağında makyajımı. Amma videonu o tərəfdən çəkə bilməzdim. Çünki buradan pəncərədən işıq vurur və ikisi tərəfdən videonun işığı qəşəng düşməyəcəkdi. Son zamanlar tonal kremi azaltmağa çalışıram özümdə. Amma bugün dərim yaxşı günündə deyil, ona görə məcbur bugün istifadə elədim. Bir də concealer olaraq Maybelline'in concealer'ını almışdım. Amma gözaltıma çox doldu, həddindən artıq. Ona görə bu Musa'nın yüksək kapatıcılı tonal kremi var. Onu istifadə edirəm concealer olaraq. Məmnunam. Mənim gözaltım çox da belə renk bərabərsizliyi yoxdur göz altında. Ona görə məncə yəni bu bəs eləyir mənə. İndi fırçadan sonra çox vaxt mən süngərlə də yayıram ki, tam otursun üzümə. Mən nə demək istəyirdim keçən dəfədən sonra, keçən ilk videomdan sonra mən videonu paylaşanda həqiqətən ailədən də heç kimə demədim. Bir dənə bacım bilirdi. Xalam qızına demişdim ki, qardaşım da təsadüfən öyrəndi səhvən, yəni hesabım kompüterdə açıq idi, qardaşım da girib, yəni biraz da mənim səhlənkarlığım oldu. Neyse, girib oradan öyrəndi. Yəni belə heç kimə deməmişdim ya da Instagramda falan yaxınlarda paylaşmamışdım ki, dəstək olun, yəni nəsə istəmədim heç kim bilsin. Və yeni gələnləri gördüm. Yəni YouTube'dan görüb gələnləri birbaşa oradan izləyicilərin gəldiyini gördüm. Çox xoşbəxt elədi məni, həqiqətən çox sevindirdi. Və bir nəfər belə uzun mesaj yazmışdı. Mesaj deyirəm, şərh yazmışdı. Motivasiya olsun deyə, işte mənə motivasiya edəcək bir mesaj yazmışdı uzun. O qədər sevindim ki, o qədər həvəsləndirdi ki məni, yəni belə davam elə, pes etmə, vazgeçmə falan yazmışdı. Səndə o potensial var və potensialının fərqinə var kimi bir şeylər yazmışdı. Çox təşəkkür edirəm ona buradan. Əgər bu videoda baxırsa təbii ki, çox xoşbəxt elədi məni. Yəni sizlərdən də əgər bu videonu bəyənənlər varsa, fikirlərinizi bəyənməsəz belə, yəni fikirlərinizi mənə bölüşün. Çox sevirəm, həqiqətən çox sevinirəm elə şeyləri görəndə. Çox motivasiya olur mənə də. Bugün əslində bir vlog çəkməyəcəkdim. Sadəcə o şərhi görəndən sonra çəkmək istədim. Həm bir də biraz bugün haqda danışmaq istəyirəm. Bugün deyərkən bacımla birlikdə ona gəlinlik baxmağa getmək haqda. Yəni bilmirəm, çox həyəcanlıyam və çox üzülürəm bir yandan. Bunu özünü çox da demirəm əslində. Çox belə duyğularını ifadə edən birisi deyiləm. Bacımı həqiqətən çox sevirəm. Çox istəyirəm. Çünki aramızda çox bir yaş fərqi yoxdur. Bir yaş fərqi var. Amma o həmişə ablalığını, böyük bacı olduğunu hiss elətdirib. Həqiqətən indi belə
demək olar hər bir qərarımda ondan məsləhət alıram. Onun fikirləri mənim üçün çox önəmlidir və biz balaca vaxtımızdan bəri heç ayrılmamışıq. Yəni sadəcə 2 il falan, 1-2 il müddətində o burada oxumağa gələndə mən Bakıdaydım. Həmin müddət ayrılmışdıq və nə qədər ağlamışdıq ayrılacaq deyə. İndi də düzdür, yəni çox da uzağa getmir. Və xoşbəxt olacaq deyə mən təbii ki, onun adına çox-çox sevinirəm. Amma yəni uşaqlığımın birlikdə keçdiyi o insanla artıq yəni əvvəlki qədər yaxın olmamağımız, eyni evdə yaşamamağımız hissi üzür məni. Bilmirəm. İndi keçirəm qaşlarımı doldurmağa. Açıq bir rəng vuracağım gözümə. Buradan balaca güzgüdən baxıram. Bir də bacımla bağlı bunu demək istəyirəm. YouTube kanalı açmamışdan qabaq hələ video çəkmək istədiyimi falan deyəndə ən az mənim qədər həqiqətən o sevindi və bu həyatda səmimiliyinə ən güvəndiyim insandır o. Bu videonu izləyəndə bəlkə də şoka düşəcək ki, həqiqətən belə fikirləşirəm onun haqqında. O öyle. İndi əvvəlcə highlighterla göz pınarlarıma ışıltı verəcəm. Burun ucuma. Bu arada bizim əvvəl bacımla birlikdə YouTube kanalımız var idi uşaq olanda. Yəni əvvəl dediyim çox-çox əvvəllər hardasa nə bilim 10-12 yaşımız falan olanda əslində iki dəfə YouTube kanalımız olub. Biri ikisi də türkçə idi, biri Yetenek Kardeşləri idi adı. İkimiz də səsləndiririk, türkçə danışırdıq. Ayda aksentimiz o qədər pis idi ki, videolar silmişik bu dəqiqə. Kanalın adını falan dəyişdirmişdik. Tam yerli dibli silmişdik də onu. Çox cringe idi. Əslində bəlkə indi baxsaq gülərik, yəni, amma o vaxt sonra utanmışdıq, silmişdik. Nə bilim, nələrsə düzəldirdik, paylaşırdıq. Özdə YouTube'dan öyrəndiyimiz videolar, hansı ki, həmin düzəltdiyimiz, nə bilim, orqami falan düzəldirdik. Sonra kağızdan nələrsə, rəngli kağızdan və ya ümumiyyətlə belə rəngli muncuqlardan biləzik falan sevib düzəldirdik. Belə şeyləri düzəldib paylaşırdıq. 100 abunəçimiz, 100-dən çox abunəçimiz var idi. Türkçə danışırdıq, aksentimiz pis idi falan. Sonra sildik. Bəlkə davam eləsək maraqlı olardı, amma o şəkildə ara qədər davam eləyərdik. Üzümüzü falan göstərmirdik. Sonra onu bir müddət sonra başqa bir kanal açmışdıq. Saç düzümləri paylaşırdıq. Ayda o vəbşə pis idi. Bir neçə video paylaşıb onu da silmişdik. Sonra orada çox ümumiyyətlə davam eləmədik. Belə mən dururdum, qardaşım çəkirdi, bacım da arxadan hörürdü mənim saçımı. Bacımın əlişi çox yaxşıdır. O mövzularda belə xırda işçiliklərdə falan qəşəngdir. Mən dururdum model kimi, bacım da hörürdü, belə paylaşırdı məktəb üçün saç düzümləri falan adından paylaşırdıq. YouTube kariyerimiz orada başlamışdı. Sonra bitirdik. Sonra illər sonra mən yenidən başladım. Bilmirəm davam eləyəcəm ya yox. Əslində çox istəyirəm davam eləmək. Görək, hələ ki məqsədim o yöndədir ki, davam eləyim. Çox izləyici üçün də eləmirəm əslində. Sadəcə həqiqətən çox həvəsim var. Kamera qarşısında nələrsə çəkmək, özüm haqqında danışmaq falan. Görək. Ona görə sizlərin şərhi də, sizlərin yorumlarınız mənim üçün çox önəmlidir ki, mən haqqında, mənim videolarım haqqında nə düşünürsünüz və ya nələr dəyişdirməliyəm, nələri inkişaf elətdirməliyəm. Bugün saçımı heç bəyənmədiyim üçün slick bun eləyəcəm. Bu kadardı söz.
Saçım ve makyajım hazırdı. İndi isə keçək outfit seçməyə. İndi isə outfit olaraq belə bir şalvar düşündüm altıma. Üstümə sadə, basic belə bir kofta belə oldu. Bu belə oldu. Bitti benim. Düşündüm, bilmem çantada uydu ya yok ama neyse. Artıq tələsirəm və çıxmalıyıq. Getdik. Yok yəqin. Başka ne dedim? Başqa birini də qaşdı al. Şu qaşları biraz var. Bence bir tane de olmuş. Bəli dostlar, bu da mənim xalam qızıdır. İndi çıxdıq gəlin Liftidən başqa filialına gedirik. Gedək, orada da biraz yoxlayaq baxaq. İkinci filiala gedəsi olmadıq, çünki təxmini eyni modellər olduğuna görə bir də oraya gedib baxmağa mənası yoxdur deyə düşündük. Ona görə indi gedirik dondurma yeməyi qızlarla. Ben ne sana taparım, sen ne beni oyala, ne omuz ovala. Söz edemem geceleri, zamanla geçerleri, zamanla zaman. Hani güldüm, ne sevildim. Adam kimi ve biz evdeyiz. Bugünümüz de böyle bitti. Arkadaki şeyler bacımın cehizlerdi. Onlara fikir vermeyin. Neyse. Videomuz burada bitir. Vlogumuz. Benim günüm de burada bitti. Eğer videomu beğendiyse like atmayı ve kanalıma abone olmayı unutmayın. Çok sağ olun izlediğiniz için. Öpüyorum sizi. Пока.